Hello everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about words that you can use at the beach. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. First one is çimelli, 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 çimelli. Çimelli means beach. Beach. Çimelli. For example, gəlin çimərliyə gedək. Gəlin çimərliyə gedək. Gəlin çimərliyə gedək. Gəlin çimərliyə gedək. Gəlin çimərliyə gedək means let's go to the beach. Let's go to the beach. Gəlin çimərliyə gedək. Let's go to the beach. Günəş kremi. Günəş kremi. Günəş kremi. Günəş kremi. Günəş kremi means sunscreen. Sunscreen, günəş kremi. Günəş kremi sürtməyi unutma. Günəş kremi sürtməyi unutma. Günəş kremi sürtməyi unutma. Günəş kremi sürtməyi unutma. Means don't forget to apply sunscreen. Don't forget to apply sunscreen. Don't forget to apply sunscreen. Günəş kremi sürtməyi unutma. Günəş şılyapası. Günəş şılyapası. Şılyapa. Günəş şılyapası. Günəş şılyapası. It's like a sun hat. It's hat, but you use it on the beach. Sun hat. Mən günəş şılyapası almışam. Mən günəş şılyapası almışam. Mən günəş şılyapası almışam. I bought a sun hat. I bought a sun hat. Mən günəş şılyapası almışam. I bought a sun hat. Dəniz. 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 Dəniz is sea. Sea. For example, dəniz çox sakitdir. Dəniz çox sakitdir. Dəniz çox sakitdir. Dəniz çox sakitdir. Means the sea is very calm. The sea is very calm. Dəniz çox sakitdir. Qum. 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 Qum means sand. Sand. For example, qum çox isti olur. Qum çox isti olur. Qum çox isti olur. Qum çox isti olur. Means the sand gets very hot. The sand gets very hot. The sand gets very hot means qum çox isti olur. Qum çox isti olur. The sand gets very hot. Xilas edici. Xilas edici. Xilas edici. Xilas edici. Xilas edici. Xilas edici means lifeguard. Lifeguard. Xilas edici. Lifeguard. Xilas edici. Xilas edici. Lifeguard. For example, xilas edici dənizdə təhlükəsizliyi təmin edir. 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 Means the lifeguard ensures safety in the sea. The lifeguard ensures safety in the sea. Xilas edici dənizdə təhlükəsizliyi təmin edir. The lifeguard ensures safety in the sea. And çətir. 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 Çətir means umbrella. 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 Çətir. Umbrella. For example, çimərlik çətrini quraq. Çimərlik çətrini quraq. Çimərlik çətrini quraq. Çimərlik çətrini quraq. Çimərlik çətrini quraq means let's set up the beach umbrella. Let's set up the beach umbrella. Let's set up the beach umbrella. Çimərlik çətrini quraq.
Dəniz dalğası. Dəniz dalğası. Dəniz dalğası. Dəniz dalğası. Dəniz dalğası. Dəniz dalğası means sea wave. Sea wave. Sea wave. For example, dəniz dalğaları çox böyüdür. Dəniz dalğaları çox böyüdü. Dəniz dalğaları çox böyüdü. Dəniz dalğaları çox böyüdür. Means the sea waves are very big. The sea waves are very big. Dəniz dalğaları çox böyüdür. The sea waves are very big. And qayıq. 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 Qayıq means boat. Boat. For example, qayıqla səyahət etmək istəyirəm. Qayıqla səyahət etmək istəyirəm. Qayıqla səyahət etmək istəyirəm. Qayıqla səyahət etmək istəyirəm means I want to travel by boat. I want to travel by boat. I want to travel by boat means qayıqla səyahət etmək istəyirəm. Belə. That's it. If you're interested in personalized language instruction, please check out the first link in description. And that's it. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more learning tips. Sağ olun, görüşənədək. Bye bye.